Salamlar dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əfsanə. Əgər kanalıma ilk dəfə gəlirsinizsə, daha çox səyahət, Balidə yaşam, tək səyahət edən zaman başıma gələn əhvalatlar və fərqindəlik mövzusunda videolar paylaşıram. Bugün fərqindəlik mövzusu məndə paylaşmaq ehtiyacı duydum. Bu mövzu ağır bastığı üçün bu mövzu haqqında danışmaq istədim. Əslində tamamilə fərqli bir vlog paylaşmaq istəyirdim, səyahət vlogu. Amma ki, bu günlərdə özümlə qalma şansım oldu, özümlə izləmə şansım oldu və düşündüm ki, bu mövzunu paylaşmağın artıq vaxtıdır. Mən ümumiyyətlə özümlə qalmağı, özümlə vaxt keçirməyi, duyğularımı, emosiyalarımı dinləməyi çox sevirəm. Düşünürəm ki, insan özünü dinləməsə, özünlə qalmasa, həyatını anlamaz, həyatının gedişatında şuurlu seçimlər etməz. Sadəcə şuursuz ona göstərilən bir həyatı yaşayır. Bugünkü mövzumuz şuurlu yaşamla şuursuz yaşamdır. Bu bir qədər kobud səslənə bilər, amma indi izah edəcəm ki, nəyi nəzərdə tuturam. Yəni ki, fərqində yaşamaq və sadəcə avtopilotda yaşamaq. Ümumiyyətlə biz doğulandan bu tərəfə, uşaqlıqdan bu tərəfə biz bir cəmiyyətin içərisində doğuluruq, düzdür? Biz bir cəmiyyətdə yaşayırıq. Biz doğulmadan öncə müəyyən bir qanunlar var, müəyyən bir ailənin içərisinə, müəyyən bir ölkənin, cəmiyyətin içərisinə doğuluruq və doğulduqda biz ağappaq bir səhifə kimi oluruq. Yəni ki, bizim doğrularımız olmur, bizim inanclarımız olmur, heç bir ümidlərimiz olmur, heç bir qorxularımız olmur. Amma nədənsə yaş keçdikcə biz özümüzə belə bir qəfəs tikirik, bir qutu tikirik və onun içərisində yaşamağa başlayırıq. Və bu qutunun içərisində o qədər zaman keçirib, o qədər yaşayırıq ki, biz fərqində olmuruq ki, başqa dünyalar da mövcuddur, başqa reallıqlar mövcuddur, başqa doğrular mövcuddur. Bəlkə də heç bu limitlər yoxdur, heç doğrular yoxdur. Və əsas sualı verməyi unuduruq. Mənim doğrum nədir? Mən kiməm? Mən bu həyatı kim olmaq üçün gəlmişəm? Hansı missiya üçün gəlmişəm? Nə etmək üçün gəlmişəm? Həqiqətən bu qutunun içərisində yaşamaq üçün gəlmişəm, yoxsa öz doğrularıma uyğun yaşamağa gəlmişəm? Tanrı məni yaradan zaman qutunun içərisinə sığışdırdı, yoxsa tamamilə məni limitsiz yaratdı, özümü yaradıcı hesab eləyib həyatımı yaratmaq gücünü verdi. Özündən bir parça içərimizə yerləşdirib həyatımızı yaratmaq gücünü verdi. Amma niyə biz bunların hamısını unutmuşuq? Ümumiyyətlə, biz bir ailənin, bir cəmiyyətin içərisində doğuluruq və get-gedə bizə bir inanc sistemləri yüklənir. Uşaqlıqda ailəmizdən, sonra ətrafımızda gördüyümüz dostlarımız olur, get-gedə böyüyür, çıxırıq məhəllədə oynayırıq, orada bir inanclar gəlir, sonra məktəbə gedirik, sonra universitetə gedirik. Amma heç bir zaman sorğulamırıq ki, mən nə istəyirəm, mən kiməm? Həqiqətən bunları etməliyəmmi, bu şablonlara tabe olmalıyam? Mən bu etapları sorğusuz, sualsız etməliyəmmi? Mən öz övladıma heç düşünmədən bunların hamısını aşılamalıyam? Ad günləridir, bu təbriklərdir, bunları qeyd etməkdir, tortlardır, bu cür dekorlardır və s. və s. Həqiqətən mən bunu şuurlumu edirəm, bunu bir məna üçün mü edirəm, yoxsa sorğulamadan hər kəs edir deyə mi edirəm? Mən həyatımın böyük bir qismini 20'li yaşlarıma qədər həyatımı sorğulamadan yaşamışam və həyatımda o oyanış dövrü başlayanda və həyatı dərindən sorğulamağa başlayanda bir sual verdim. Cəmi bir sözdən ibarət idi. Niyə? Niyə? Niyə mən bunları edirəm? Nəyə görə mən A-dan sonra B-ni, B-dən sonra C-ni edirəm? Nəyə görə mənim üçün belə yaradılmış bu şablon həyatın qanunlarını izləyirəm? Bəs mən? Həqiqətən başqa həyat mövcud deyil. Mən ümumiyyətlə uşaqlıqdan bu tərəfə hər zaman mənə çox maraqlı olurdu səyahət etmək, görəsən fərqli mədəniyyətlər necədir, insanlar necə yaşayır, necə düşünürlər. Bir də televizorda uşaq vaxtı baxırdım və bir gün deyirdim ki, mən səyahətçi olacağam. Mən dünyanı kəşf edəcəm, mən insanları tanıyacağam, mədəniyyətləri öyrənəcəm və bu sorğularımı 20'li yaşlarımın öncəsində niyə sorğularımı verməyə başlayanda elə
xəyallarımı da xatırlayıb mən səyahət eləməyə başladım. Və səyahət eləməyə başlayanda gördüm ki, başqa həyatlar da mövcuddur. Yəni bir zamanlar mən özümü bu şablona, bu qutuya sığışdıra bilmədiyimdə və məndə bir problem olduğunu, məni günahlandırıldığını hiss eləyəndə bu cəmiyyətdə düşünürdüm, görəsən başqa bir həyat mövcuddurmu? Yəni problem məndədirmi? Yəni mən bu cür yaşamaq istəmirəm axı. Mən fərqli cür qurmaq istəyirəm həyatımı. Və o anda səyahətə başladım. Gördüm ki, necə fərqli insanlar, necə fərqli yaşantılar var və o yaşantılarda mən qınanılmadım, sadəcə özüm olduğum kimi qəbul olundum. Mənim qarşıma elə insanlar çıxdı, elə təcrübələr çıxdı ki, mənim öz gücümü mənə xatırlatdılar. Mənim fərqliliyimi, fərqindəliyimi mənə göstərdilər. Mənim özüm olma potensialımı mənə xatırlatdılar və düşünürəm ki, bu həyatda bir insanın bir insana edəcəyi ən böyük yaxşılıq, ən böyük hədiyyə onun öz potensialını ona xatırlatmaqdır. Heç kim səni gəlib kömək eləməyəcək ki, gəl, səni çıxardım, həyatını qurum, həyatını dəyişdirim, səni xoşbəxt edim. Bunlar heç birini heç kim sənə etməyəcək. Sadəcə hər kəs bir bələdçi olacaq, bir işi olacaq. Bunları edəcək tək insan elə sən özünsən. Mən səyahətə başladığımdan, özümü sorğuladığımdan düşünürdüm ki, bir əl gələcək, kimsə gələcək, məni xilas eləyəcək, həyatım dəyişəcək. Amma bilmirdim ki, illərlədir üzərində oturduğum xəzinə elə mənim öz içimdədir. Mənim çox sevdiyim bir kitab var, Kimyagər, Alchemist. Mən onun ingilis dilində oxumuşam, kitabını yerləşdirəcəm adını bura. Və bunu səyahət etdiyim dövrlərdə oxuyurdum. O zaman gördüm ki, okey, bu xəzinə elə mənim altındaymış. İllərdir içimdəymiş, üzərində oturmuşam. Amma mən bu qədər təcrübələrdən keçməsəydim, öz fərqindəlik yoluna çıxmasaydım, dünyanı kəşf etmək, səyahət yoluna çıxmasaydım, bunların da fərqində olmayacaqdım ki, bunlar elə mənim öz içimdəymiş. Əslində şüurlu yaşamaq, fərqində yaşamaq da bu deməkdir. Bəzən biz ruhsal uyanış deyirik, spiritual uyanış deyirik. O demək deyil ki, sən belə xariqüladəsən, sən fərqlisən, yox. Sən yenə bu materialist dünyada yaşayırsan, sən yenə burada yaşayırsan, amma artıq fərqində qərarlar verirsən, fərqində addımlar atırsan. Gözünü bağlayıb avtopilotda sənə təqdim olunan şablon həyatı ardınca getmirsən, sorğuluyursan. Niyə sualını verməyi öyrənirsən. Bu çox dəyərlidir. Özünü xatırlayırsan, kökünü xatırlayırsan, mərkəzini xatırlayırsan, öz içində olan tanrısal enerjini, yaratma enerjisini xatırlayırsan. Və o zaman bütün hər şey dağılır. İllərdir sənin yığdığın, yaratdığın o böyük egon, o böyük qəfəslər, qutular, inanclar, qorxular, bilirsən, bunlar heç bir mövcud deyil. Bunlar sadəcə sən öz beynində yaratmısan, qurmusan və illərlə də ona inanırsan. Bilirəm, bu çətindir, asan deyil, çünki ətrafında bunu inandıracaq insanlar, hadisələr olub daim. Biri çıxıb sənə deməyib ki, başqa bir həyat da mövcuddur. Amma mən bugün bu videonu çəkərəkdən sənə demək istəyirəm, həqiqətən başqa bir həyat mövcuddur. Özünü sorğula, mən kiməm, həqiqətən nə istəyirəm və buna inan, sən istədiyin həyatı qura bilərsən. O xəyalını qurduğun, həsədlə baxdığın bəlkə də, görəsən mən də bunu edə bilərəmmi düşündüyün həyatın daha yaxşısını edə bilərsən. Səyahətmi etmək istəyirsən, çıx o yola. Bir xəyalını reallaşdırmaq istəyirsən, bir addım at. Bu yolda çətinliklər olacaq, insanlar sənə qarşı gələcək, böyüdüyün cəmiyyət, mühit sənin dəli olduğunu düşünəcək, səndə problem olduğunu düşünəcək. Amma heç bir zaman öz doğrularından əl çəkmə. Əgər sən inanırsansa, əgər sən ürəyində huzur içindəsənsə seçdiyin addımda, ətrafdan çox səslər gələ bilər, düzdür? Amma ki, sən öz ürəyində inanırsansa, onun ardınca get. Və bil ki, həyat, tanrı, dünya, bütün enerjilər səni bu yolda dəstəkləyəcək. Necə ki, məni dəstəklədiyi kimi. Bu yolda sancılar da olacaq,
illərdə yığdığın inanclar, ego, səni limitləyən o qəfəsdən çıxmaq o qədər asan olmayacaq. Səni incidəcək. Düşün ki, sən bir qutunun içində böyüyürsən, artıq sığışa bilmirsən. Bu qutunu sındırmalısan. O qəfəsi sındırmalısan ki, azad olasan, azad, limitsiz olasan. Ona görə də bəzən o qəfəsi sındırdığına səslər olacaq, incidəcəksən özünü, ağrılar olacaq. Amma sonunda təsəvvür edə bilmədiyin qədər səssizlik və huzur olacaq. Və sonunda özün olmaq azadlığını kəşf edəcəksən. Özün olmaq xoşbəxtliyini, özün olmaq huzurunu, özün olmağı kəşf edəcəksən. Öz sevgini, limitsiz olduğunu, istədiyin həyatı elə bugün, bu an seçib qura biləcəyinin fərqində olacaqsan. Özə bir sual verə bilərsən, bu sualla başlaya bilərsən. Əgər bu inanclarım olmasa, bu cəmiyyətdə qoyulmuş qaydalar olmasa, onları izləmədən, mənə aşılanmışı, bu şablonu izləmədən, həqiqətən mən kiməm? Bütün bu limitlər, bu qaydalar, qanunlar olmadan, həqiqətən mən kiməm? Və səyahətə çıxdığım anda mən tam bunu kəşf eləmişdim. Bu dərin sualları verərəkdən əfsanə tək başına qaldığı an, yanında ailəsi, dostları, böyüdüyü cəmiyyət olmadan tək başına dünyanın bir ucunda qaldığında həqiqətən əfsanə kimdir? Və sən də bu sualı özünə verə bilərsən. Öz adını, öz kimliyini sorğulaya bilərsən. Ağrılı və çətin olacaq çünki illərlədir. 20 ildir, 30 ildir, bəlkə daha az, daha çox. Qazandığın, inandığın bu inanclar beynində bu gücləndi. Hər ildən ilə sən bu addımlar atdıqca, bu qərarları verdikcə inancların da gücləndi və buna inandın sən. Amma onları da dəyişdirmək o qədər asan olmayacaq, bir gündə olmayacaq. Necə ki illərlədir o inanclar inanmışdım. Onlardan qurtulmaq da bəlkə bir neçə ilini alacaq. Amma sonunda səni çox gözəl bir həyat gözləyir. Və son olaraq da bununla bağlamaq istəyirəm. Ümumiyyətlə, vərdişlərlə həyatımı yenidən qurmaqla ilgili mən bir kitab oxuyuram. Bunun haqqında növbəti videolarda çox detallı paylaşım edəcəm. Amma oradan bir cümləni mən sizinlə bölüşmək istəyirəm. Deyir ki, əgər sən yeni bir vərdişə başlamaq istəyirsənsə, bir xəyalına doğru düşünürsən ki, tam yox eləmək istəyirsən, amma sən olduğun mühitdə, sənin olduğun ölkədə yox edəcək bir insan yoxsa təkcə sənsən. Deyir, elə yerlərə get ki, bunu anlayacaq, bunu dəstəkləyəcək mühit olsun ətrafında, çevre olsun ətrafında. Və görəcəksən ki, həqiqətən sən tək deyilsən. Sən tək deyilsən. Belə dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu sizin içinizdə kiçik də olsa bir qığılcım, bir aha momenti yaratdı. Və həyatınızda elə anlar olur ki, bir insan gəlir sizə bir sözlə, bir cümlə ilə elə işıq yaradır, elə bir qığılcım yaradır ki, sənin həyatın bir daha əvvəlki kimi olmur. Mənim bu videomun da məqsədi sənin özünə xatırlatmaqdır. Sənin xəyallarını, məqsədlərini özünə xatırlatmaqdır. Və yenidən özünü xatırlayıb, öz gücünü kəşf etmək, özün olmaq azadlığını kəşf etməkdir. Bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər. Bu arada çox huzurlu bir yerdəyəm. Təbiətin bir ortasındayım. Və mən təbiətdə olduğumda ilhamlanıram. Hal-hazırda videonu Azərbaycandan çəkirəm. Qaxdayım. Çox gözəl təbiətdə olmaq. Çox gözəldir. Özünlə qalmaq, özünü dinləmək və kim olduğunu xatırlamaq. Hardan gəldiyini, təbiətdən gəldiyini xatırlamaq və onunla yenidən birləşmək. Təbiət sağaldır, təbiət səni şəffaflaşdırır, təmizləyir.